Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Azərbaycan saatında Natiq bəy Ədilovla bugün hüzurunuzdayıq. Natiq bəy, hər vaxtınız xeyir olsun. Xoş gördük, hörmətli tamaşaçılar. Xoş gördük, Qənimət bəy. Bugün bazar günüdür, elədirmi? Məncə bazar günü olmalıdır. Bəli. Həsən burada heç o qədər də bilinmir mən buradan baxanda. Bir də belə başım qarışır nəyəsə. Sonra baxıram ki, bazar günü. Niyə yəni? Niyə birdən-birə bazar günü bir adam təəccüblənir? Çox Azərbaycanlı üçün, işsiz gücsüz Azərbaycanlılar üçün belədir. Adam iki halda itirir də həftənin günü. Biri çox gərgin işləməkdən, yəqin ki, səndə odur. Bir də işsiz qalanda ya da hər zaman işsiz qalmaqdan. Yox, mən açıq işim çox olur, başım çox qarışıq olur. Bir də baxıram ki, bazar günü gəldi. Fikirləşsən, niyə? Mən məsələn, haradasa elə bilirsən, 4-cü gün zad orada ilişib qalmışsan. Amma görürsən, yox, həftənin o təqvim gəldi adamın üstündən basır gedir, tırtıllı traktor kimi. Nəysə, çox maraqlı bir tema var Natiq bəy. Mən demək nədən gördüm? Asiya İnkişaf Bankı. Bunlar üzü bizdən şərqəlilər. O ölkələrin işinə baxır. Bunlar proqnoz veriblər. 2026-cı il nəticələri ilə bağlı iqtisadi proqnoz. Azərbaycana məncə lütf edib 2% proqnozlaşdırıblar. Regionda ən aşağı göstəricini hər halda yazırlar. 2% inkişaf. Qırğızstana ən birinci yerdə proqnozlaşdırırlar 8.9%. Bu fakt. Hardasa demək olar ki 9%. Azərbaycan 2%. Mən elə gəlir ki, rəhm ediblər hər halda. Onu 0 da yaza bilər. Bu gələn üçündür Qənimət bəy, yoxsa növbəti? Yox, bu ilin sonuna qədər ki, bu ilin sonuna görə proqnoz şək, şübhə olmasın, nə səndə, nə tamaşaçılarda. Orada Azərbaycan sayağı görün baxın var. Tamaşaçıların yadında olar, bir keçən aydı səhv eləmirsə, Asiya İnkişaf Bankının Azərbaycanda forumu keçirildi və ondan bir qədər müddət sonra Bakının tikinti quruculuq işlərinə, kanalizasiya, manalizasiya İlham Əliyev onlardan xeyli kredit aldı. Bir tərəfdən həmin çıxışda dedi ki, bizim pulumuzu balta kəsmir, iqtisadi ümumi daxili məhsulumuzdan qat-qat azdır, xarici borclarımız, valyuta ehtiyatlarımız artıb, amma pulum çoxdur, amma mənə borc ver. Yəni bilmirəm, bəlkə də mənim iqtisadi savadım o qədər çoxdur. Dünyada belə bir şey varmı, yoxmu? 100% görün baxım eləyib Qənimət bəy. Bilirsiniz, bu mən yaşda, məndən yaşlı olan tamaşaçıların yadında olar. Sovet dövründən qalma və Heydər Əliyevin müstəqillik dövründə tətbiq elədiyi bir ənənə var idi. Zəhmətkeş məktubları, müraciətləri deyirlər. Heydər Əliyev planlaşdırırdı. Məsələn, hansısa bir siyasətçini vursun, bir addım atsın. Zavod kollektivləri, dünyanın biraz düz vaxtları idi. O vaxt kolxoz, savxoz falan qalmışdı 98-99-da. Ağıllı başlı kolxoz. Təkcə zavod kollektivi ki, məsələn, Şən Həyat kolxozunun zəhmətkeşlərinin adından kommunist... Ya tərif məktubları göndərirdilər. Deyirlər ki, sənin attığın addım Cahan Şumuldu. İndi məsələn, avtobus müxalifətinin ki, qabaq yığışıb həftə 8 mən 9 Ədalət Vəliyevin orkestrliyi ilə bəyanatlar imzalayırdı. Onu o vaxtı savxoz, kolxoz zəhmətkeşlərinin adından eləyirdilər. İndi eyni şey budur. Bu Asiya İnkişaf Bankının göndərdiyi o açıqlama, verdiyi proqnoz, eyni o savxoz, kolxoz təsərrüfatçılarının verdiyi bir içboş bəyanat kimi bir şeydir. Niyə görə belə deyirəm? Əminliklə. İndi hörmətli iqtisadçılar bu barədə danışsa çox yaxşı olar. Hətta İlham Əliyevin Saparmurat yox, nə idi o? Yeni təzə arxadağın adı nə idi? Qurbanquru Berdi Məhəmmədovun qabağında mən onun şəklini gördüm. Zalım balası Mikayıl Mirzəquliyevdir, nədir? Familiyasını yadımdan çıxardıram. Çoxlu vəzifəsi olan nazir. O 2 qat olan naziri belə çıxdı, dedi ki, iqtisadi artımımız 0%-dir. 0%-dir. Yəni, gör vəziyyət nə qədər aşağıdadır ki, mənfini güclə bala ilə 0-a gətirib çatdırır. Mikayılın familiyası nə doğrudan? Hər nəticədə Azərbaycanlılar tanıyır o büzüşüb, Qurbanqulunun qabağında büzüşüb durur. İqtisadiyyatla. Onu görəndə mənim ağlıma nə gəldi? Demək, bizimkilər düzdür, öyrəşdiriblər bu bloknot əlində özündən böyüyü dinləməyə. Amma
Gözümün qabağına gəlir ki, bu ənənə Türkmənistanda 30-40 ildir var da. Orada prezident danışırsa bütün nazirlər əllərində dəftər, boyun nədir? Aşıq Ələsgərin bir sözü var. Deyir ki, yığılar məxluqat, qurular məhşər, boyunlarda kəfən, əllərdə dəftər, onda vay halına yazıq Ələsgər özün getdin, sözün qaldı dünyada. O Qurbanqulunun ondan əvvəl də Sapar Muradın öz dəstgahını görəndə Aşıq Ələsgərin o şeiri də yazmaq istəyir ki, boyunlarda kəfən, əllərdə dəftər. Bunların hamısının əllərində dəftər. Dəftərlə getmişdi, hörmət tamaşaçılar. Mikail da orada dəftərlə gedib. Sonra da yadıma düşdü ki, bizə də başlayıblar təzəliklə. Bizə də bir 4-5 ildə başlayıblar, dəftər moduna keçirlər. Bu bəy davam edə yazmış. Yəni Qənimət bəy, kaş elə olardı ki, bizim dediklərimiz və proqnozlar tamam əks istiqamətində olardı. Azərbaycan 2 yox, 22% artardı. Amma bu görməmişdik, bu talan, bu korrupsiya, neft gəlirlərinin aşağı düşdüyü şəraitdə və ölkədə iqtisadi azadlıq üçün heç bir imkanın yaradılmaması o proqnozların real olması barədə böyük şübhələr yaradır. Hamı bilir ki, Azərbaycanda makroiqtisadi səviyyədə necə fəlakət var. Bunu bəlkə də çoxlarımız bilmir, rəqəmlər, dolaşıq terminologiya və s. Amma gündəlik həyat tərzi insanların göstərir ki, vəziyyət o filmdə deyildiyi kimi uşaqlar yıxılırlar, pilləkəndən ölürlər. Yəni o yerə gəlib çatıb sadə Azərbaycan insanı təkcə cərmələr, bank kreditləri ilə döyüş aparmır. Həm də bu istinin günündə işıq pulunu necə verəcəm, yeməyi necə alacam, dərmanımı necə alacam, bu ciddi bir problemdir və bu istiqamətdə hökumətin zərrə qədər bir tədbir gördüyünü, ümid verdiyini, plan qurduğunu cəmiyyətə demirlər. Bax, İlham Əliyevin o çıxışını ki, istinad edelim Qənimət bəy. Qıpqırmızı bu adam sanki Azərbaycanın o zavallı, kasıb əhalisinin qəsdinə durub ki, bax, pulumuz çoxdur ki, pulu göstərib verməyən adamlar ki var. Onun kimi hər çıxışında vurğulayır ki, iqtisadi vəziyyətimiz çiçək kimidir. Xarici borcumuz ümumi daxili məhsuldan 20 dəfə azdır. Valyuta ehtiyatlarımız 90 milyarda çatıb və s. və ilə. Bu çıxışı eləyən ölkənin vətəndaşları borc içində boğulur. Özdə Qənimət bəy, Qərb dünyasında normal iqtisadi sistem olan ölkələrdə də insanların banklara, ipotekaya və s. borcları olur. Birincisi fərq. Faiz məsələsidir. Azərbaycanda ipoteka, kredit falan yoxdur. O adı dəyişdirilmiş tərtəmiz sələmdir. Sələmçilikdir. Sələmdir, əlbəttə sələmçilikdir. İkinci bir tərəfdən Azərbaycanda insanlar məsələn normal yerdə istehlakçı kreditləri və yaxud da insanlar krediti böyük bir işləri görmək üçün, böyük bir layihələri həyata keçirməkdən ötürü götürürsə, Azərbaycanda son illər insanlar bir banka olan borcunu bağlamaqdan ötürü digər bankdan kreditlər götürür. Bax, bu canlı yayma şərh yazan neçə insan bizə şahidlik eləyə bilər ki, vəziyyət bu yerdədir. İnsanlar çörək almaqdan ötürü, ərzaq almaqdan ötürü kredit götürür. Ölsün bastırmaqdan ötürü kredit götürür. Yəni təzə bir kredit sistemi də var. O xırda borclar. Qabaqki qonşunun zaten istədiyindən, qohumunun istədiyindən 50 manat, 100 manat vardı. O bir bankda nədə belə bir şey düzəldir. Yoxsa nə idi onun adı? Bilmirəm xəbər. Burada elə bir sistem var da. Məsələn, bu paşaların da hər halda odur. Bir Qazaxıstanlı bir iş adamı güya gəlib açıbsa bunların, amma özlərinin bilirlər. Elə bir şey, məsələn, əlim yanında 20 manat, 30 manat, 40 manat pul lazım diyor. Həmişə bunu nə edirdim? Qoğmaqləbədən dostdan tanışdan alırdım. İndi bank onu verir. Gedirsən, kartla köçürürsən. Əlim yanında sənə lazımdır. Günü 2%, 3% bilmirəm, nə qədərsə belə. Yəni ondan da deyirəm qırpırlar yəni demək istədim. Qənimət bəy, baxın bu İlham Əliyev
məsələn hakimiyyətə təzə gələn vaxtda qulağımızı 2-3 sözlə, fikirlə yara eləmişlər. Onlardan da biri bu idi ki, ümumi daxili məhsulumuz artır, sürətlə artır. Sadə insanlar və onların heç borcu da deyir, bilməyən insanlar bu rəqəmlərlə biraz məst olurdu, gipnoz olurdu ki, belə də ümumi daxili məhsul artır. O zaman mənim, sənin, digər bu məsələlərdən bilən adamların izahatları olur ki, qardaşlar, bu real iqtisadiyyat deyil. Neft başlayıb bu turbo ilə, boru ilə axmağa, o isti pullardır. Yəni orada zəhmət, yaradıcılıq, yeni dəyər yaratmaq yoxdur. Bu müvəqqəti bir şeydir. Amma deyir, dərman öz işindədir, çaxçaxı baş aparı ağrıdır. Bizim elə çaxçaxımız baş ağrıtdı. İlham Əliyev o təbliğatın bir xeyli çörəyin yedi. İndi fikir ver. 2-3 ildir Azərbaycanın ümumi daxili məhsul artımı yerində sayır, iməkləyir, sürünür. Dilinə gətirir. Qənimət bəy. İlk Ermənistanın, Gürcüstanın son aprelə qədər olan göstəricisi Gürcüstanda olub 8,3, Ermənistanda olub 6,8 dəfə, Azərbaycanda 2% mi yoxsa 1% mi? O da təbii ki, hamımız bilirik ki, saxtadır da. Amma açıq aşkar ümumi daxili məhsulda Azərbaycan qonşu ölkələrdən iqtisadi imkanları, potensialları Azərbaycandan qat-baqat aşağı olan ölkələrin ümumi daxili məhsulu ölkəmizi qat-baqat örtür. Təkcə burada ötmür ki, uşaq pulunda da ötür, pensiyalarda da ötür, qazilərə verilən pulda da ötür, orta əmək haqqlarda qonşularımızla. Biz qabaqlar Şərqi Avropa ilə Azərbaycanı müqayisə eləyirdik ki, məsələn, bizim imkanlarımız, həm insani potensialımız, həm coğrafi mövqeyimiz, həm iqtisadi imkanlarımız imkan verir ki, Azərbaycan əhalisi ən azı Polşa, Çexiya vətəndaşları kimi yaşasın, Baltik ölkələri kimi yaşasın. İndi biz acından ölür deyən Ermənistanın səviyyəsindən iqtisadi baxımdan qat-baqat geri qalır. Və hökumət bunu izah eləyə bilmir. Aciz qalıblar. Fikir verin, trolları da bir şey yaza bilmir. Çünki o boyda qat-baqat olan Mikhail Cabbarquliyevdir, Cabbarovdur, nə bilim nədir. İqtisadi inkişafı sıfırdan o tərəfə qaldıra bilmir. Mikhail artıq Berdi Cabbarov deyə bilərik. O Mehriban Paşayevlər klanının simvolik şəxsidir də Qənimət bəy. Yəni bəxti gətirib, gəlib düşüb o katyolun içərisinə. Səliqəli rüşvət yığıb verəndir. Yəni əvvəlki yeni kadrların fundamental fərqlərindən biri odur ki, bunlar rüşvəti səliqəli şəkildə toplayıb, onun üzərində heç bir tamah güdmədən olduğu kimi dəqiq formada ağalarına çatdırmalı. Məsələn, əvvəlki məmurlara imkan verirdilər və yaxud da göz yumurdular və yaxud da onların xarizması, imkanları, canavarlığı belə idi ki, özlərinə bir sistem qururdular. Onlar faizləri vardı. İndi işlərə deyirlər, yox, sən səliqəli formada savadlı oğlansan, ingilis dilini bilirsən, müasir texnologiyaların köməkliyi ilə bu rüşvətləri yığırsan və operativ qaydada çatdırırsan. Orada nə badə birdən iştahlanıb oradan nəsə götürərsən. Mikhail Cabbarov, ona görə xatırladıram ki, Mikhail Cabbarov daxil Azərbaycan hakimiyyətinin təbliğatçıları, deputatları, zurna çalanları, qaval döyənləri Azərbaycan iqtisadiyyatının niyə bu miskin vəziyyətə düşdüyünü izah eləyə bilmirlər. Necə izah eləyə bilərlər? Qənimət bəy, o məşhur filmdə Vahidin qəzəlini deyir, tutaq ki, dövrümüzün hissası mənəm, bu Sabasda necə möcüzə eləyəm. Yəni, sən bütün iqtisadi təşəbbüsləri boğubsan, cərimələrlə tərpənənin başını əzirsən, monopoliyanı gətiribsən, heyvandarlıqdan pomidora qədər çatdırıbsan. Nə bilim, mən bayaqları sənin o gün heyvandarlıqla bağlı hazırladığın videoya bir başlıq seçdim ki, dedim, bugün sabah Azərbaycan hökuməti mal təzəylərinə, peyinə də monopoliya gətirsə təəccüblənməyin. Bax, onlar gəlib orada əl qoyacaq, əmin olun.
Və malın Vəziyyət monopoliyasını götürürlərsə, təzəyin monopoliyasını da təbii qaydada götürürlər. və bu faktdır Qənimət bəy. Bax tamaşaçı bəlkə də mövzudan uzanım, qısaca bir bunu deyim, bu birinci mövzunu bitirək. 90-cı illərin axırı idi 2005-ci ilə qədər birdən-birə Qənimət bəy rayonlarda heyvan qoyun xırda başını demirəm, heyvan dərisi baha qiymətə satılmağa başladı. Yəni alıcı peyda oldu. Mən Aran rayonunda böyümüşəm. Gözümü açandan heyvanın dərisindən istifadə olunmur demək olar. Görün, biz tərəfdə o təsərrüfatı yox idi. Onu kəsirdilər, tullayırdılar, itmit yeyirdi. 90-cı illərin axırında 98 idi, 99 idi, 2005-ci ilə qədər bunu kilo ilə başladılar bunu yaxşı almağa. Sonra mən qəzetdə işləyirdim artıq 2006-cı ildə. Mənə dedilər ki, qardaş, bunun qiymətlərdə yanıla bilərəm dostlar. O vaxt Şirvanca söhbətlərdə var idi. Təsəvvür edin ki, birdən-birə dedilər ki, qiymət bir 200 dəfə ucuzlaşır. Bunun səbəbi nə ola bilər? Mən də tamamilə bu söhbətlərdən uzaqdım. Araşdırdım, məlum oldu ki, bu Yəhudi icmasının bir deputatı var idi, Yevda Bayramov idi. Bu Yevda idi də, Yevda Bayramov. Yevda Abramov idi, nə idi? Abramov. Məlum oldu ki, Qənimət bəy, Kamaləddinlə ikisi, biri Yevlax tərəfdə, bir də bu Binə tərəfdə gön zavodu tikiblər, gön fabriki tikiblər və o təşəbbüsü ki, kim özü eləyirdi, tutaq ki, rayonun, cəmaatın, zirək oğlanlara alırdılar, onu Türkiyəyə aparırdılar. Vəssalam, qapıları bağlayıblar, heç kim bu məsələyə girə bilməz. Yəni, inəyin gönünə, dərisinə bunlar əl qoyublarsa, təzəyinə niyə qoymasınlar? Yəni, peynə niyə qoymasınlar? Biogübradı, özdə yeni enerji siyasəti həyata keçirdirlər, ekosistem filan bəsməkan, orada qoya bilər. Yəni, azğın bir görməmiş hakimiyyətinin üzbəüzü, o biri tərəfdən o havayı gəlirlər, zəhmətsiz gəlirlər, neftdən azalır və bunlar bu formada istəyirlər həm xalqı boğalar, həm də yaşadalar. Bu mümkünsüz bir məsələdir. İqtisadiyyat Azərbaycan indi bizim üçün böyükdür, sərhədsizdir. Amma o böyük, bizim o qədər böyük Çin kimi, nə bilim, başqa böyük ölkələr kimi, Rusiya kimi geniş resurslarımız falanımız da yoxdur. Burada iqtisadi təşəbbüslərin qabağı açılmalıdır. Rüşvətxorluq aradan qaldırılmalıdır. Normal məhkəmə hakimiyyəti yaranmalıdır ki, insanlar mübahisələrin bizneslərinə bir problem yarananda gedib bu məhkəmədə ədalət tapsın. Sən ölkədə ədalətli məhkəmə sistemi qurmamısan. Hər şeyi monopoliya alıbsan. Burada necə inkişaf ola bilər? Yəni, onu eləyə bilərsə, ona iqtisadiyyat üzrə Nobel mükafatı düşəcək ki, cəmaatı asa-asa, kəsə-kəsə, cərmiyə möhtac qoya-qoya, monopoliya yarada-yarada həm də iqtisadi inkişafa nail olursan. Belə bir şey yoxdur dünyada. Hədə ölkə əhalisinin faktik olaraq iqtisadiyyatdan, iqtisadi təşəbbüslərdən, iqtisadiyyat yaratmaq prosesindən uzaqlaşdırırsan milyonlarla insanı, bir ovuc adamı gətirib qoyursan ki, bütün bu hüquqlar yalnız bunlardadır. Onlar da imtiyazlı adamlar da uğrayacaqlar, yayındıracaqlar. Onların heç vecinə deyil, bütçənəli zad nədir? Məsələn, o gün qabağıma nə çıxıb? Kamaləddin Heydərovun uşaqlarının bir məhkəmə çəkilməsi. İndi bunlar Allah kəsin, nazir uşaqlardır da. Yəni ki, biraz əslində gizlətməlidirlər ki, bizim. Bunların böyük biznesi, böyük biznesin varlığı ilə bağlı faktın özü dərhal assosiasiya yaradır ki, burada korrupsiya var. Burada uğurluq var. Bunlar nəinki bunu gizlətmirlər, məhkəməyə çıxarırlar. Deyirlər ki, biz 16 milyon falan şirkətə pul götürmüşdük, o bizə at. Nazir uşaqları, sən atan ömür boyu nazir olub. İndi əgər sizin bu elə biznesiniz varsa, demək ki, burada korrupsiya var. Özünüzün də var, atanızdan miras olaraq aldığınız var. Atası da atasından, babalarından miras olaraq aldığı korrupsiya var. Və bunu açıq-aşkar artıq çıxardırlar ortalığa ki, biz həm də niyə çıxardılar? Çünki doğrudan bu imtiyazlar bunlara verilir. Milyonlarla Azərbaycan vətəndaşı bu hüquqlardan kənarlaşdırılıb, iqtisadiyyat qurmaq, iş qurmaq, pul düzəltmək, nə bilim, nəsə açmaq
işlənmək, iş yeri açmaq hüququndan məhrum edilib. Amma bu 5-6 dənə qotur adam indi güya gəlib ölkəyə iqtisadiyyat düzəldəcəklər. Əlbəttə düzəldəməzlər. Mümkün deyil. Nətər düzəldə bilərlər ki? Bunların da başında güya ağıl verəni Mikayıl Cabbarov, Mikayıl İqtisadiyyat Naziri. Natiq bəy demişəm, pul toplayıb ora ötürən adamdır. Onun nə iqtisadiyyat qura bilər ki? Heç bir iqtisadiyyat qura bilməz. Yox, sistem Qənimət bəy, sistem imkan verməz. Sən yəni təməli elə qoyubsan ki, orada düz divar hörmək olmaz. Yəni heç bir xüsusi İlham Əliyevə antipatiyamızı büruzə vermədən dostlar, bir şeyi nəzərə almalıyıq. Biznes, bunu o bazarda ən balaca polkası, taxtası olan insandan da soruşa bilərsiniz. Biznes ən qorxaq bir şeydir, yəni təhlükədən qaçır. Ora heç kim pul qoymur, uzaqlaşır. O riski də aradan biznesi nə sığortalayır? Yəni böyük bir biz istəyirik ki, iqtisadiyyat yaradaq, investisiya qoyulsun. Azərbaycanın Rusiyada, Avropada, Amerikada imkanlı insanları var. Yəni onlar üçün həm rahat olar, həm adları üçün bir şan olar. Biz öz adımızın uzalmasını istəyirik. Normal bir məhkəmə sistemi olsa, qanunlar işləsə, elə o adamlar gəlib ölkənin iqtisadiyyatını canlandıra bilərlər. Amma o adam baxır ki, qardaş, mənim əlimdə 1 milyon var. Getdim tutaq ki, bir dənə müəssisə qurdum. Kamaləddin oradan gələcək, nə bilim, Vilayət Eyvazov bu tərəfdən gələcək, Mikayıl Cabbarovun banditləri bu tərəfdən gələcək və mənim işim bəylər, bəli. Hara söykənməliyəm? Belə halda kim qoruyur sahibkarı insanı? Məhkəmə. İndi siz düşünə bilirsiniz ki, bir Azərbaycanlı getsin, məhkəmədə tutaq ki, Vilayət Eyvazova, nə bilim, Mikayıl Cabbarova qarşı iddia qaldırsın, utsun. Hamınız gülürsünüz də, yəni belə bir şey ola bilər. Bax, Nazim müəllim var da, Nazim Bəydəmirli, ekologiya məhbusu. Onu şərləyib Vilayət Eyvazov tutturdu. O bir dələduzluğun qurbanı olmuşdu. Onu haqqını tələb eləyirdi. Açıq publik statuslar yazırdı. Vilayət Eyvazovdan görüş istəyirdi, haqqını tələb eləyirdi. Çünki onun şübhələri var idi. Şübhələri də özün doğruldu ki, o dələduzu polis, Daxili İşlər Nazirliyi himayə edir. Hərrədilər, fırladılar, o Gədəbəydəki aksiya ilə bağlı onu şərləyib göndərdilər həbsə. Onlarla, yüzlərlə belə faktları siz özünüz bilirsiniz, əziz tamaşaçılar. Yəni, sahibkar qanuna əsaslanıb iş görə bilmir. Bariz nümunə, mən bir dəfə çox uzqar bir kəndin ən uzqar yerində bir seçki kampaniyası var idi. Bir daxmadan da betər dükan gördüm. Girdim oradan nə salmağa, gördüm ki, dükanın yarısı boyda oradan İlham Əliyevin şəkli asılıb. Deyim ki, yəni, ora bəy qovlasonda bir dövlət məmuru atla qovlasan ki, get bax, o ərazidə elə bir dükan var, bax ora gəlməz. Dedim, sən buna məhəbbətin var. Yox, qardaş, bu, yəni, sığorta üçün eləmişəm də özümü, birdən bilərlər, gələrlər, falan eləyirlər. Yəni, bir yerdə ki, insan, sahibkar, özünü qanunla yox, portretlə sığortalamaq istəyirsə, orada iqtisadiyyatın dirçəlməsi, çiçəklənməsi əfsanə söhbətdir. Xüsusən o halda ki, Azərbaycanı idarə edən tayfa həddən artıq acgöz və iştahına dur deyə bilməyən ambisiyoz bir tayfadır. Allah millətimizə səbir, dözüm, bir çıxış yolu qoysun və dua eləyək ki, bu isti günlərdə o Asiyalı qardaşlarımızın proqnozu Çin olsun. Hətta mən o birin qabağına, ikinin qabağına bir də atıram ki, qoy 12% artmış olsun iqtisadiyyat. Ya da ki, 0-2-nin qabağına keçirdəcəklər, 0-10-2 olacaq. 2% ola bilməz əlbəttə. Bəy, mən bugün bir şey gördüm. Natiq Adilov Facebook səhifəsində İlham Əliyev onu və atasını təhqir eləyənlərə möhtac olub. Nəsə təzə tema var yəni? Yox, Qənimət bəy, o vaxtaşır ki, bu trollar zəhlə tökür.
Mən onlara xitabən bu videonu hazırlamışdım və dəvət eləyirəm tamaşaçılar baxsın o videolara. Bir neçə seriya mənim elə videolarım var. Söhbət nədən gedir Qənimət bəy? Mən heç kimi xüsusi təhqir eləmədən, alçatmadan, xüsusi şərh vermədən göstərdim ki, bax bu gün İlham Əliyevin təbliğatçısı kimi, onu lider kimi, əvəzedilməz insan kimi, humanist, Azərbaycan xalqını düşünən kimi təqdim edən insanların əksəriyyəti, yüzdə olan təbliğatçılar İlham Əliyevin nəinki özün, atasının kəfənin təhqir etmiş adamlar, simasız və yaxud da sındırılmış, satın alınmış adamlardır ki, onların mən sadəcə məqalələrini oxuyuram Qənimət bəy. Ki o məqalələri hətta mən özüm oxuyanda Boş yerlər qoymağa bəzən. Az qalıram ki, özü senzuriya məruz qoyum ki, bax İlham Əliyev gör hara qədər enib ki, bu adamlarla özünü təbliğ elətdirir. Bu adamlar bitirir. Mən ad çəkib, çünki ad çəkməkdən də heç bir problemi yoxdur. Zaten o videoda ad var. Sadəcə indi burada ad çəkəcəm, hamı düşəcək bir adamın üstünə. Bu bir adam deyil. Mən məsələn onlarla bax mən belə məqalələr çıxartmışam, sağlıq olsun. Bax prezident aparatında işləyirlər, nə bilim media agentliyində işləyirlər. Biri İlhama qumarbaz deyir, biri Playboy deyir. Bax bu cavan oğlan görürsüz, bu Real TV-də var, görürsüz. Nə bilim o kimdir? Bu Mahir Məmmədlidir. O Heydər haqqında yazmışdı, Heydər haqqında. Heydər, İlham, nə bilim Zərifə. Yəni Qənimət bəy, bu adamlarla da mənim xüsusi davamı yoxdur. İlham Əliyevin acizliyi. Yox, təbii. İlham Əliyevin acizliyidir ki, sən atanı, babanı, nə bilim, atanın nəşin, təhqiramiz formada alçaldan insanları çıxardıbsan indi özü əsas təbliğatçıların oğlu. Bəlkə İlham fikirləşir ki, mən bunları sındırmışam və bundan ləzzət almışam. Tamam, sındır atır. At axırın at bir böğrünə denən ki, orada tövləni təmizləməklə məşğul. Sənin 700 minlik partiya üzvlərin var. Onlar qalıb qıraqda, sən kimləri çıxardırsan? Mən bir dəfə Qənimət bəy, indi bəlkə də bizi izləyəcək, bilmirəm, xoşuna gələcək, gəlməyəcək. Gəlməsə də özü bilər. Xalq qəzetinin bir müxbiri var idi, Qabil Arif. İndi də yazır, Facebookda maraqlı yazılar olur. Mən arada mübahisələrimiz də olur. İstedadlı oğlandı. İstedadlı, yaxşı qələmi var. Bir səhnə gözümün qabağından heç vaxt çəkilməyib, bunu yazmışdım da. Sitsunun 98-ci ilin o vaxtı müxalif birliyi yaranmışdı. Sitsu ADP-nin qərargahında keçirildi. Mən də orada jurnalistikada təzə addımlarını atan adamım. Gördüm ki, Qalib Arif də o zaman indikilər heç nə yazmır da, ancaq elə ulu lider filan, bəsməkan, boş cəfəngətdir. O gəlirdi, müxalifətçiləri dinləyirdi. Kiminsə dili sürüşəndə oradan bir söz götürürdü, onu toxuyurdu. Yəni görürdün ki, adam əziyyət çəkir də. Gəlir məsələn Elçibəyi dinləyir, Əli-Kərimli, İsa Qəmbəri, gedir ona uyğun nəsə yazır. İndikilər oturur orada, prezident aparatı bir dənə tezis verir, onu başlayırlar çiçəkləndirmə. Mən o ADP-nin zalında səhnəni gördüm ki, Qalib Arif bir müxalifətçi, o zaman müxalifətçi jurnalistlə ciddi İbrahim Məmmədli ilə ciddi mübahisə eləyir. İbrahim Aslı indi ASTV-də işləyəndə. Almaniyanı dağıdan da tamaşaçı. İndi ASTV-dən də onu göndəriblər, hansısa əyalət televiziyasında işləyirsə bilmirəm. İbrahim bunu ləyaqətə səsləyirdi ki, sən adamın vicdanı olar, gedirsən ağzı var, ölkə batır filan eləyir. Çox sonra bu Qabildən xəbər çıxmadı. Mən onu Facebookda tapandan sonra ona bir yazı həsr elədim ki, yəni indi mən istədim, dedim ki, ilahi, kaş mənim imkanım olardı. Girərdim Qabilin ürəyinə, beyninə, görərdim ki, onu bir zamanlar hökuməti təriflədiyinə görə məzəmmət eləyən adamların indi İlham Əliyevin yanında dayanıb bu hakimiyyəti tərifləməsinə necə baxır? Halbuki indi Qabil Arif işsiz filandır, səhv eləmirəmsə, işsiz adı da yoxdur, qalıb ortalıqda.
Yəni bu həm mənəvi böhrandır, həm də siyasi böhrandır Qənimət bəy. O sənin istinad elədiyin məqalə ilə də onu səsləndirməklə mən göstərmək istədim ki, bu adamlar artıq qələmlərini satmış, əqidələrini satmış adamlardır, dəyişməyiblər. Yəni əqidə dəyişikliyinə mən çoxlarına təəccüblü gəlsə də normal baxıram ki, adam oturar, düşünər, fikirləşər, fikrindən daşınar. Müsbətə də, mənfiyə də. Fikrin dəyişər. Bir də var ki, sən deyirsən ki, mənim bu əqidəm var. Buna nə verərsən? Maşın verəcəksən, kreditimi bağlayacaqsan, aylıq 10 manat verəcəksən, 5 manat verəcəksən. Aciz oldu. Bu əqidəni satmaqdır. Bu əqidə və əminəm ki, Qənimət bəy, İlham Əliyevin ayağı büdrəyəndə bu gün səni, məni, müxalifəti söyən o insanlar ki var, o düzüblər vitrinə, İlham Əliyevi ən kəskin şəkildə qamçılayan bu adamlar olacaq. Bax, həmin gün Almaniyada yaşayan məşhur bloger Qabil Məmmədovun taxtı başından düşəcək, tacı başından düşəcək. Yəni Qabil Məmmədov o zaman faydalı iş əmsalı sıfırlanacaq. Çünki o adamlar ki professionallaşıblar manevr eləməkdə, insanlara alçaltmaqda, onlar İlham Əliyevi zərbətləyəcək ki, bu da fantaziyadır. Biz bunu harda gördük? Eldar Mahmudov var idi, dostlar. MTN-in rəhbəri. Ən murdar işlərə, yəni müxalifətə qarşı, etirazçılara qarşı, azad söz deyən tənqidçilərə qarşı ən çirkin əməliyyatları aparan adamlar idi, nazir idi. Və o vurulandan sonra bəlli oldu ki, ona müəyyən bir pul verilmişlər. Bu özünə siyasətçi deyən, jurnalist deyən, QHT-ci deyən, onlara aylıq nə bilim 3000, 4000 pul verməliymiş ki, get müxalifəti söy, nə bilim filan yerə, filan şəhriyə. Adları da çıxdı. Bir neçəsinin adı çıxdı. Hətta bəzisi çıxdı efirdən dedi ki, mənə bu qədər pul ayrılıblar, verməyiblər, mənim pulumu qaytarın. Məlum oldu ki, Eldar Mahmudov İlham Əliyevdən fərqli olaraq bir fərasətli çıxardıb, bunları pulsuz işlədib, nökər kimi işlədib. Çünki oldun dəyirmançı çağır gəlsin, dənkör oldu. Gəldin bura şəkli çəkdirdin, gedindi işdə. Və Eldar Mahmudov vurulanda, Qənimət bəy, eləcə də o antiterror mərkəzinin rəhbəri vurulanda, onlar haqqında ən ağır ifadələri həmin adamlar yazdırırlar. Yəni, onun göstərişi ilə müxalifəti söyən adamlar elə büdrəyən kimi başladılar yıxılmağa. İndi Ramiz Mehdiyev məsələsində demirəm. Yox, biz Eldardan sonra Əli Həsənov nümunəsini gördük də. Əli Həsənov Turolların atasıydı, bu hökumətin yəni bu aqibət İlham Əliyev üçündür. Yəni mənim İlham Əliyevə burada durub öyüdzad verən deyiləm. O taliyə layiqdir, o onu yaşayacaq. Mən o verilişləri ona görə edirəm ki, Azərbaycan tamaşaçısı insanları diqqətli olsun, o bizə xoşbəxtlik nəğmələri oxuyan adamları tanısın ki, bunlar satılmış qələmlər, satılmış simalardır. Onlara hətta söyüş, onlara təhqir, onlar haqqında danışmaq belə artıqdır. Biz sadəcə onları tanımalıyıq. Danışanda da deməliyik ki, bərəkallah, aldığın və yaxud da sənə verilən yemin haqqını ödəyirsən. Davam elə. Natiq bəy, bir qəribə bir məsələ haqqında istəyirəm. Bu orqan alvericilik kimi məsələlər keçdi. Biz bilmirəm, keçən dəfə barədə sizinlə mi danışdıq, yoxsa başqası ilə mi danışdıq? Yox, başqa kimlə danışdıq. Bir dəfə danışdıq. Orqan alveri məsələsi çıxmışdı. Güya Afrikanın bölgəsində Azərbaycanlıların da kütləvi şəkildə də iç orqanlarının satıldığı bir ölkə, laboratoriyalar falanlar var. Bir də Azərbaycanda çoxlu əsgər ölümləri var. Mən açığı bu xronikaya baxıram və belə adam qənaətə gəlir ki, burada deyəsən qəsdən təşkil olunan ölümlərdir. Çünki bu təsadüflər bu qədər dalbadal təkrar oluna bilməz. Yəni, baxırsan ki, mexanizm eynidir sanki. Bu, Səfərbərlik və Hərbi Xidmət İdarəsi, tibbi komissiyalar oradan keçir rahat, orduya gedir. Bir həftədən sonra, 20 gündən sonra, bir aydan sonra bunu böldürürlər, qaytarırlar.
möhürlənmiş, mismarlanmış tabutda ki, aça bilməzsiniz, bastırırlar elə. Gizli dövlət belə məsləhət bilib hələ qorxusu ilə. Və mənə elə gəlir ki, bu orduda təşkil olunmuş bir orqan alveri mafiyası var hər halda. Qənimət bəy, bəlkə də mən zabit olduğuma görə biraz sənin bu fikrinə razı olmayacağam. Amma orqan alveri məsələsinə toxunacağam. Təsadüflü heç bir şey yoxdur. O əsgər ölümləri heç bir təsadüflü yoxdur. Baş pozulluğun, normal idarə etmənin, nizamnamə tələblərinin və qanunların işlənməməsidir. Bir halda ki, bir yerdə rüşvət var, əskərin ali baş komandan səviyyəsində corabı, geyimi, yeməyi uğurlanır, o aşağılara da sirayət eləyir. Orduda ciddi korrupsiya var. Bizim bu zəfər, qələbəmiz Qarabağda bizi keçmişi unutdura bilməz ki, biz o ordudan danışırıq ki, əskər ölümlərinə yox deyə Bakıda silsilə aksiyalar keçirilib. Bəli. Nə qədər əskərlərin qanı batırılıb dinc şəraitdə artıq biz sayını itirmişdik. Minlərlə idi, yüzlərlə idi bizim əskərlərimiz ölürdü. Burada ayırd etmək lazımdır Qənimət bəy. Zorakılıqla ölüm falları olur. Yəni zabit heyəti tərəfindən Döyüb öldürürlər yəni. Döyüb öldürmək. Çünki Azərbaycanın adi insanlar nə qədər aqressivdir Qənimət bəy, fikir verin. Yəni o ictimai siyasi mühit bizim insanlarımızın psixologiyasına ciddi şəkildə neqativ sirayət edib. Dinc şəraitdə bizim müəllimlərimiz aqressivdir, bizim mollalarımız aqressivdir ki, bizim psixoloqlarımız az qalır dəli səviyyəsinə gəlib çatsın. Bu adamları da qınamaq olmur da, hər bir orqanizmin, ümumiyyətlə materiyanın müqavimət əmsalı var. O təzyiqlər çoxalanda o qırılır. İndi düşünün ki, ordu spesifik yerdir, kişilərdir, yeniyetmələrdir, sərt mühitdir və orada nizamnamə tələbləri də güclü olmayanda bu hallar baş verə bilir. Bu bir, buradan doğur. Hazırlıq məsələsi yoxdur. İkinci ciddi məsələni deyim sənə Qənimət bəy. Hərbi səfərbərlik idarəsində bu gün də pul istəyir. Yəni uşağı ora salma, bura sal. Varmı hörmətli tamaşaçılar bu gün? Təbii var. Ümid edirəm ki, olmasın, amma var. Var və orada o komissiyanın işində müəyyən dəyişikliklər olub, razıyam. Amma yenə də səhlənkarlıq var. Bəzən dəfələrlə olub. Xəstə, anadan gəlmə xəstə adamları bunlar göndərirlər orduya. Qənimət bəy, və o da gəlir, o ekstremal mühitə düşür də, evdən birdən çıxır uşaq, gəlir düşür, xəstə adam 12 saat təlimin içərisinə gərgin yeməyin dəyişir, geyimin və ona tab gətirə bilmir, ölür. Qənimət bəy, mənim 2 əskərim vəfat edib. Və bu 2 nümunədən yenə əlim göydədir ki, vəziyyət dəyişmiş olsun, böyük şübhələrim var. 2 nümunədən ordudakı boşluqları tamaşaçılar biləcək. Qalib gəlmişə artıq bu barədə danışmaq olar. Mən birinci xidmətə başlayanda, deməli, mən birinci ən ön xəttdə xidmət eləyirdim. Xidmətə başlayanda zabit kimi əvvəlcə gənc əskərlərin üzərində idi. Mənim müəllim olmağımdan yararlanmaq istədilər ki, yəni gənc əskərlərin üzərində ola bilərəm. 10 günün əskəri vəfat etdi. Mənim canımı nə qutardı orada? O yazıq həyatını itirdi, amma mən də gedə bilərdim. Mən əskəri ikinci günü müəyyən elədim ki, bu ruhun incitməyin, bu toyuq kimi bir şeydir, Qənimət bəy. Sıraya düzürsən, özündən gedir, yıxılır. İndi o dövrdə elə söz vaxtına çəkər, iyun çağırışçıları idi. İstəyirdi Goranboy, xüsusən bu Astara, Lerikdən gələn uşaqları da gün vurma olurdu. Yəni o dağ yerində Goranboyun içi döşəyirdi, başları keçər. Əvvəl güman elədim ki, bu adi belə bir. Sonra bunun danışdıq, orada zabitin fərdi söhbət kitabı olur. Mən bunu danışdıranda gördüm, bunun nitq qurmaq qabiliyyəti yoxdur. Yəni 3 sadə cümləni deyim. Dərhal onu batalyonun, taburun həkiminə daklad elədim, məruzə elədim.
Həkim də göndərdi onu hərbi hissənin Hospital. hospitalına. Orada da onu gördülər vəziyyət çətin. Getdi Sarcalıda, Sarcalıq hospitalı var idi Ağdamın ərazisində. Orada vəfat elədi. 10 gün o xidmət gördü. Nə üzə çıxdı Qənimət bəy? Bəlkə də uzunçuluq eləyirəm, amma tamaşaçılarımız bilməlidir ki, biz rüşvətdən, korrupsiyadan danışanda təkcə nə bilim hansısa kimsə deputat olsun, Əli Kərimli türmədə olmasın, Qənimət Zahidli nə bilim nazir olsun. Bu məsələ deyil. Korrupsiya bizim bütün həyatımıza sirayət eləyir. Korrupsiya bizi evimizin içində öldürür. Qənimət bəy getdi bu əskər. Mən özüm də getdim Sarcalıda onun o morqda həkim gəlmişdi, diaqnoz qoyanda. Məlum oldu ki, bu indi bilmirəm strukturları çox dəyişirlər, gündə dəyişirlər. Gah o Səfərbərlik İdarəsinin Müdafiə Nazirliyinin tabeçiliyinə verirlər, gah çıxarırlar. O zaman bunlar ayrı-ayrı qurum idi. İndi ayrıdır. O həftə 8 mən 9 orada struktur dəyişir. Yox, indi ayrıdır, amma Elçin Quliyev xilas eləyirdi onları. Deməli nə üzə çıxdı Qənimət bəy? Məni də orada xilas eləyən oldu ki, mən birincisi sevikliyim xilas elədi. İndi biraz adam ölüb öz canımı hayına qalmaq biraz yaxşı çıxmır, amma rahatlıqla mənə də cinayət işi aça bilərdilər. Ki, vaxtında mən məruz eləmişdim ki, bu adam xidmətə yaramır. Və bu problem oldu Müdafiə Nazirliyi ilə Səfərbərlik İdarəsinin arasında münaqişəyə döndü. Ona görə Müdafiə Nazirliyi araşdırdı ki, heç demə Füzuli rayonundan idi uşaq. Soğlan kəndi idi, yoxsa yadımdan çıxdı. Məlum oldu ki, uşaq 5 yaşından vərəm dispanserində qeydiyyatda. 5 yaşından, kağızı ilə, filanı ilə və alçalığın dərəcəsinə. Və tibbi komissiya ona nəticəliyə göndərib. Qənimət bəy, rayonda bir keçir. Gəlir Biləcərdə bir keçir. 3-4 komissiyadan sonra keçir, gəlir o orduya. Dəfələrlə sonsuz sayda belə nümunələr var. İkinci əskərdə demək yenə də ön xəttdə xidmət aparıram. Erməni ilə aramız 250 metrdir. Başpozulğun dərəcəsinə bax. Erməni ilə 250 metr məsafədə xidmət aparan postdan məndən tələb edirlər ki, əskər göndər, Barambat meşələrindən odun yığıb gətirməlidirlər. Bir həftə, yoxsa 10 gün orada odun qıracaqlar. Ordu da belədir ki, orada etiraz eləmək, yuxarı komandanlığı deyirlər, o Rusdan qalan ki, gizbir əmr var, əmri icra elə, sonra müzakirə eləyər. Əskəri göndərdim, 2 gündən sonra oradan zəng elədilər ki, əskərin boğazı şişib. Üzr istəyirəm, 4 gündən sonra. 4 gündən sonra. Bu da Laçın rayonundan bir uşaq idi, bircə dənə. Ailənin bir uşağı. Ailənin bir uşağı. Əskərin boğazı şişib. Mobil telefonun falan olmadığı vaxtda 2002-ci il. Tez dedim onu indirin. İndirdi, gəldim, gördüm ki, mən indi bioloq olsam da bu həkimlik mənim sənətimdir. Gördüm, amma bu dəhşətli dərəcədə iyi gəlir bunun. Dərşən şübhələndim ki, bu xoş bir şey deyil. Gecə ilə onu da təxliyə elədim. Əskər 3 gündən sonra öldü. Difteriya. Difteriya. Yəni bu bir insanın faciəsidir. Amma həm də ordudakı yəhsizliyin, özbaşınalığın, nəzarətsizliyin, bilgisizliyin problemidir. Belə hallar olur. Yəni, məsələnin birinci hissəsini onunla yekunlaşdıraq ki, Qənimət bəy, bilgisizlik, savadsızlıq, korrupsiya var və bu ölümlərə yol açıb açacaqdır. Ehtiyatsızlıqdan nə qədər əskərin əlində güllə açılır və s. və orqan məsələsi. Ora Qənimət bəy, real bir imkan var. Təkcə orada yox, hər yerdə. Çünki o orqanla, o morqdakı içləri yarınır və o heç kim cəsədin götürsə də, heç bir sahibi gedib o sarğını söküb içərisinə baxan deyir ki, ən yaxşı halda bizimkilər nə edir? Deyir ki, kəfəni açım, sifətinə baxım da, düzdür? Yəni orada Azərbaycandakı kimi qansız rejimin o qara biznesə girməsi üçün münbit şərait var. Niyə də eləməsinlər? Eləyə bilərlər. Adam öldürə bilirlər, oğurlaya bilirlər. Ən müxtəlif vasitələrdən pul qazana bilirlər.
ölüdən pul qazanırlar. Bax, Rusiyadan yaşayan həmvətənlərimiz bizə şahid olacaq. Mən bunu hər verilişdə təkrarlayıram ki, bəlkə bunlar abırdan biraz abırlarına dönələr, bundan əl çəkələr. Rusiyadan müxtəlif səbəblər üzərində insanlar ölür. Ya təbii səbəbdən, ya öldürülür. Onlar meyidlərin gətirir Qənimət bəy. Mənə nə qədər şikayətlər gəlir. Gətirirlər aeroportda. O mürdəşirlər, bürokratik mürdəşirlər, o biri mürdəşirlərə salamlarımız var, zəhmətkeş adamlardır. Bürokratik mürdəşirlər gəlib kəstirirlər oraya ki, yox, meyidi icazə vermir yaparmağa. Getməlidir morqa, orada 6-7 saat gözləməlisiniz falan, hansı arayış almalıdır. Cəmaət də bilir ki, orada 7-8 saat süni, hətta adam razı olsa ki, ekspertizadan keçsin. Süründürürlər. İkinci bir adam deyir ki, qardaş, mənim əlimdə Rusiya dövlətinin ekspertizası var. Biz də strateji müttəfiq dövlətik. Bu nə çətin şeydir. Müqavilə yoxdursa, birincisi bağlayın. Varsa 2 dəfə ekspertizaya nəyə ehtiyac var? Xüsusən də şikayət. Meyiti var ki, ikinci dəfə yarmaq da bilir onu. Yarmaya aparırlar və ona görə Qənimət bəy, Azərbaycanda da indi mən açıq yaxşı baxmıram. Yəni yarılsın, meyitdir da, indi dini baxımdan da götürsək, ruhu çıxıb gedib, orada bir şübhəli şey varsa, o həkim rəyinə görə adamlardan damarına baxıb qanın alırlar. 300 manat, 500 manat, 1000 manat pul alırlar. Yəni bu nədir ki? Bu ötən verilişdə sən dediyin o nə dedim? Maladiyor idi, nə idi? Maradiyorluq eləyirlər və burada da bu orqan alveri dünyanın ən qaranlıq mafiyalarının gördüyü işlərdir. Biz orqan alverinin Əliyev hakimiyyətinin əlinin batmamasına əminliyimiz üçün heç bir ciddi dəlilimiz yoxdur. Çünki ən çirkli işlər ki var, hamısını bunlar görüblər. Pul yumaqdan tut, adam öldürməyə qədər, adam uğurlamağa qədər, işgəncəyə qədər, rüşvətə qədər, silah və s. Bütün pul gətirən çirkab işlərə bunlar batıblar və bir gün möhtəbər sənədlərdə çıxsa ki, Azərbaycan hakimiyyətinə bağlı qruplar, planlar, mafiyalar orqan alveri ilə məşğuldular və s. şübhə eləmərəm. Ağabey, indi bir gün çıxsa deyəndə, tutaq ki, hansı ölkədir, Senegal idi nə ilə? Azərbaycandan indi elmə bəlli olan ən az 50 nəfərdən söhbət gedir də, 50 nəfərin Afrikada bir ölkəyə bu məqsəd üçün göndərilməsini təşkil edən bir mərkəz yoxdursa, 50 nəfər oraya gedə bilməz. Demək ki, bir mərkəz var ki, təşkil edir. Bu bizneslə məşğul olan mütəşəkkil bir mərkəzin, biznes mərkəzinin olmasından Azərbaycanda həm hüquq mühafizə orqanlarının ən yüksək səviyyədə, həm də şəxsən İlham Əliyevin məlumatının olmaması mümkün deyil. Bu o qədər gəlirli biznesdir ki və üstəlik o qədər həssas bir məsələdir ki, bunu heç kim nə İlham Əliyevdən, nə də onun generallarından xəbərsiz edə bilməz. O səviyyədə sanksiyalaşdırılmalıdır və yaxud o səviyyədə təşkil edilməlidir. Ona görə də mən belə əlimi vicdanımın üstünə rahatlıqla qoyub deyirəm ki, bu biznes Azərbaycanda bu şəkildə varsa, onun başında İlham Əliyevin menecerləri, özünün menecerləri. Şübhəsiz varsa o İlhamdan kənar ola bilməz Qənimət bəy. Kim Azərbaycanda bu gün şübhə eləyir ki, bu narkobiznes ki çiçəklənir ölkəmizdə. Başında İlham dayanır əlbəttə. Kiminsə şübhəsi var ki, məsələn, öz rayonunuzdan götürün dostlar. İlham Əliyevin adını çəkmək sizin üçün təhlükəlidirsə. Siz düşünürsünüz ki, o rayonunuzda narkotik dövriyyəsi ilə məşğul olan adamlar rəislə bağlı deyil. Polis rəisi bilmir, himayə eləmir və bunu okey deyirsinizsə, ora qədər də sadəlövsüz ki, rəis bu qədər pulu yığır, bu qədər narkobiznesi himayə eləyir. Vilayət Eyvazovun xəbəri yoxdur və Vilayət Eyvazovun xəbəri varsa, İlham Əliyev ondan xəbər alır. Yəni aydın məsələdir. Aydın məsələdir. O bayaqki birinci əskər istifasiyası mənim yadıma nəyi saldı? Mən hətta heç bunu indiki normal özünə hörmət edən dövlətlərin misalını demirəm. Sovet hökumətinin nümunəsində müqayisə edirəm də. Daşı bir gənc əskərliyə çağırılan zaman hərbi komissiyadan keçir, tibbi komissiyadan keçir. Məlum olur ki, bunda vərəm xəstəliyi var, uşaqlıqda. Birincisi, bu halda hətta Sovet hökumətində belə
onu dərhal xəstəxanaya yönləndirib, sağlam edib, ayaq üstə qoymayana qədər ondan əl çəkməzlər. İndi bugünkü bu qərb normal ölkələrdə, elə şərqin də bir çox avara ölkələrində belədir. Gör, bizdəkilər nə qədər vicdansız və alçaqdılar ki, onun nəinki müalicə eləməyə haqqında fikirləşirlər. Göz görə-görə ölümə göndərirlər. Özdə hara Qənimət bəy? Mən 1-ci ordu korpusundan deyirəm. Yəni düşmənin düz qabağına, Murovun təpəsinə. Təsəvvür eləyirsiniz? Yəni bunu göndərərdin, nə bilim, Masallıda, Cəllabadda, Bakının ətrafında. Hədə arxa cəbhədə hardasa. Adam başı lazımdır. Yəni bu da onun orduya münasibəti idi, o vətənpərvərlikdən dəm vururdu. Xoşbəxtlikdən Qənimət bəy, biz gecə, gündüz bütün səbəbkarlara dua eləməliyik ki, bu müharibə tez bitdi. Əmin olun ki, bu müharibə uzansaydı və biraz pauza ilə olsaydı, dəhşətli faciələri var, yaşanır bu faciələr, danışılmır və qələbənin fonunda itir batır olar. Biabırçılıq. Mən o müharibədən dərhal sonra yazdım ki, Səfərbərlik İdarəsinin fəaliyyəti araşdırılmalıdır. Ona İlham medal zad verdi. Və nəyə görə dedim? Birincisi, hər bir can qiymətlidir. Mən o fikirdə deyiləm ki, məsələn, evin 5 oğlu var, birinin də 1 oğlu var, 5-i də qırılmalıdır. Hər can önəmlidir mənə görə. Amma bir halda ki, Azərbaycanda nə qədər könüllülər var idi, getmək istəyən, nə ehtiyac var idi ki, sən evin bir övladın, bir oğlundan söhbət getmir, bir övladın aparmışdılar. Şəhid olanlar da var onların arasında, Qənimət bəy. Əlbəttə, Kimin məsuliyyətidir? Səfərbərlik İdarəsinin. Bizim qazilərimiz var. Baxın, yəqin siz də görübsünüz dostlar. Onlar onu qəhrəmanlıq kimi danışırlar. Ki, məsələn, birinə mən baxdım, dəhşətə gəldim ki, deyir, mən gedəndə 130 neçə kilo idi. 130 neçə kilo. Və bu könüllü getməyib, Qənimət bəy. Könüllü getsə, bəlkə də komandanlıq deyər ki, gəlib də özü. Bunu çağırıblar. Bunu aparan köpək oğlu. Sən görmürsən, bu 135 bu sumo döyüşünə gedir. Nəyə gedir? Bu nə olsun istəyir? Axı bu özü orduya yükdür. Nə olsun ürəyi yanır, istəyir, imtina eləmir. Sən bu qədər hərbi ehtiyatın ola, bu qədər çağırışçı ola, bu qədər imkanlar ola. Niyə bu insanları sən döyüşə basıbsan? Nəyin hesabına? Və şükür ki, yenə deyirəm, bu müharibə tez bitdi. Amma o bitən müharibənin içərisində hələ insanlar danışa bilmir. Çünki qələbə ilə bəziləri şantaj eləyirlər, bu dəmir yumruqla şantaj eləyirlər. Ona görə qazilərimiz, bədbəxtlərin ürəyi partlayır, ürəklərin bıçaqlayırlar. Ciddi problemlər var o Səfərbərlik İdarəsində, ordunun da içərisində. Sadəcə yüzü ağ olsun o qazilərimizin, Allah məzarlarının nuruna doldursun şəhidlərin, onların qələbəsin bu mənfur rejim istismar eləyir. Ancaq bir obraz ki, İlham Əliyev var, başqaları cümləcahan batsa da batsın. Yəni o Səfərbərlik İdarəsinin təkcə müharibə dövründəki fəaliyyətin araşdırılsa ki, sözün əsl mənasında xidmətə, sıra düzülüşünə yaramayan adamları bunlar çağırıb müharibəyə bastı. O dövrdə bunlar demək çətin idi. Amma indi danışmaq olar. O qazilər özü də danışa bilər. 135 gözü görməyən, nə bilim qulağı eşitməyən, Ukraynaya 5 ildir müharibə aparır, Qənimət bəy. 20, hələ indi müzakirə gedir ki, 20 yaşlıları biz çağıraq, çağırmayaq. 17-18 yaşlıları, yəni milləti qorumaq, seçmək. Üstəlik də ki, o dövrdə nə qədər insanlar var ki, könüllü yazılmışdı. Bunlar özlərinə əziyyət verib, sadəcə o yazılan insanları bir gün vaxt ayırıb yoxlamalıydılar ki, kim yarayır, kimin göstəricisi nədir. Nə bilim, Qənimət bəy, o qədər danışılası dərd var ki, 1 deyil, 5 deyil. Deməli, həm də izləyicilər üçün deyirəm söhbətimizin axırında, bu 5-ci gün... Amma icazə ver, bu orqan məsələsi çox ağırdır, mən özüm üçün də bir yüngülləşdirək bir məsələ. Təbii. Deməli, hökumət hansısa təzə cərimə, yoxsa tarif müəyyən eləmişdi qış aylarında. Mən çıxdım, bir yumoristik video çəkdim qısa. Dedim, camaat, hamımız kasıblıqdan əziyyət çəkirsiniz, amma mən bir dənə qardaşınız kimi bir yol deyim, nə qədər imkan var ondan bəhrələnin. O yolda ondan ibarətdir ki, nə qədər ki hökumət bu cüt orqan satışına tarif müəyyən eləməyib, vergi tətbiq eləməyib,
böyrəyinizin, ciyarınızın bir hissəsini, gözün, qulağınızın, cüt orqanlarınızın xülasə birini satın, yaxşı pula gedir. Kasıb kreditlərinizi bağlayın və s. filan. Ha, yəni mənim üçün bu primitiv bir zarafat idi. Ha, ciddi reaksiya verənlər oldu, elə mi? Qənimət bəy, bax, telefonum şahiddir. Neçə insan həqiqətən ciddi mənə yazıb ki, qardaş, qurban olum, onun yolunda mən satmaq istəyirəm. Böyrəyimi satmaq istəyirəm, ciyarımı satmaq. Yəni həm gülürük, həm də ki bu dəhşətli bir vəziyyətdir ki, insanlar ancaq xilasların o orqanların satmaq. Yəni bu bir hadisə deyil, bir iki belə hadisə deyil. Onlarla, yüzlərlə belə hadisələr var və mənə yazılan yazılardan dəhşətə gəldim ki, ilahi, nə yerdədir adamlar ki, mən burada öz aləmdə göz zarafat eləyirəm, amma adamların gör vəziyyət nə yerdədir ki, onun beyninə zarafat filan düşmür. Və o günlərdə də bu efir vasitəsilə müraciət eləyirəm. Çünki tamamilə unutmuşam. Müraciətlər çoxdur. Bir Azərbaycanlı mənə müraciət edib ki, hansısa xarici ölkələrin birini onu aparıblar, böyrəyini alıblar və pulu atıblar, Qənimət bəy. Vay necə, qansızlığa adamın diri-diri, özümü gülməkdən saxlaya bilmirəm. Allah, baxan yoldaş mənə üzürlü saysın, həm də özümüzə gülürük özüm. Yəni adamın böyrəyini alıblar, özünü də buraxıblar, səhərdə mənə müraciət eləmişdi, xahiş eləyirəm, kömək eləyin. Çünki Azərbaycanda o orqan satışı qadağan da Azərbaycanda onu eləyə bilmir. Gedirlər xarici hansısa ölkədə əməliyyat eləyir. Mənim yadımdadır bu Danabaş bir deputat var idi. Əhəd Abiyev, o da kiminsə bir böyrəyini almışdı, atmışdı o yazığı özün dənizə bir şey olmuşdu. Yəni belə hallar da çoxdur, Qənimət bəy. Bu qədər qurbanlar və o yetimlər gəlib şikayət də eləyə bilmirlər. Təsəvvür eləyirsiniz? Yəni dələduza məruz qalanda gəlib Azərbaycanda şikayət eləyə bilmir ki, təzədən buradan da bir dənə cinayətçi asacaqlar, o bir böyrəyimdə gedəcək türmədə çürüyəcək. Belə bir vəziyyətdir Azərbaycan. Elə, hə. O şikayət eləyən adam kimdirsə, onun kontaktlarını verərsiniz, bizə dəqiqləşdirək görək. Necə gedək həmin adamın üstünə. Yəni sadəcə çoxlu mesajlar. Böyrəyini çıxartmayaq, gözün yadımda qalmadığına görə qeyd xatırlaya bilmirəm. Bu verilişə baxacaqsa, zəhmət olmasa ya Qənimət Zahidə ya mənə yazsın, onun məsələsini inşallah. Çox unikal hadisədir. Əlbəttə müşahidə maraqlanmaq olar. Hə, 5-ci gün mən Emin Əhmədbəyovla bir söhbət elədim. Onu verdim. Canlı yayımda getdi, elədirmi? Sonra orada bir texniki məsələ vardı. Proqram gec qapatmışdım orada. Şeylər getmişdi. Stream yerdə bəzən də olur, bəli. Boş yerlər. Sonra onun YouTube-dan kəsim vardı. Səni artıq hissənin əvəzinə əsas proqram hissəsi kəsib atmışdım. Şimdi qoca kişiyəm, mən o qədər detallarını bilməyə də bilərəm. İndi bizim söhbətdən sonra sildim tamam hamısını YouTube-dan. Fikirləşəm bizim bu söhbətdən sonra indi Emin bəylə həmin söhbət yaxşı qalıb bizdə qeydiyyatda. Onu əlavə edeyim, izləyicilər baxsınlar. Amma hələlik Natiq bəylə vidalaşaq əlbəttə. Salamat. Təşəkkürlər Natiq bəy. Dəyərli izləyicilər, qalın bizimlə. Emin Əhmədəyevlə həmin söhbəti biz təqdim edəcəyik. Təkrar baxarıq. Amma baxmayanlar da əlbəttə çoxdur yəqin ki. Çünki tez götürdüm efirdən. Sağ olun Natiq bəy. Salamat, hörmətli tamaşaçılar. Sağlıqla qalın.